Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mübarakan fihi. Allahumma salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. Yenə Təvhid kitabının şərhi davam edir. Bugünkü dərsimiz 30-cu dərsdir. Müəllif Muhammed ibn Abdülvahhab rahiməhullah bu babın, bu fəslin adını belə adlandırıb. Bəbu mə cəə fit tatayyur. Tatayyur haqqında varid olanlar. Yəni, mövzumuzun adı tatayyurdur. Yəni, bugünkü bəhsimiz tatayyur haqqında olacaq. Deməli, müəllif sehirdən və onun növlərindən və həmçinin müalicəsindən danışandan sonra tatayyur haqqında müstəqil bir bab açdı. Yəni, müstəqil bir fəsil. Yəni, bu fəsil, bu bab sırf tatayyur haqqında olacaq. Lakin qeyd edim ki, müəllif bundan qabaq olan bablarda, necə yadınızdadırsa, sehirin növlərinə aid olan məsələlərdən danışarkən qeyd elədi ki, tatayyur sehirin bir növüdür. Yəni, biz keçən dərslərdə danışanda müəllif hədislərin birində, yəni hədisi zikr etdi, sehirin növləri ilə əlaqəli və bəyan etdi ki, sehirin növlərindən biri də tatayyurdur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İnnəl-iyafətə və tərqa və tiyara minəl cibd. Yəni, bunlar üçü də iyafədə, tarqda, həmçinin tiyarada cibdəndir, yəni sehirdir. Aydındır? Və həmin bu tatayyur, yəni tiyaranın sehirə oxşarlığı ondadır ki, sehir kimi onun da nəfsə təsiri var. Yəni, tiyaranın sehir kimi nəfsə təsiri var. Ona görə müəllif rahiməhullah sehirin növlərini qeyd edəndə, keçən dərslərimizdə tiyaranı sehirin növlərinə aid elədi. Lakin tatayyur, yəni tiyara nə deməkdir? Dedi ki, bugünkü mövzumuzun adı tatayyurdur. Nə deməkdir bu? Yəni, mövzu nədən olacaq? Nə haqqında bəhs edəcək? Deməli, tiyara təşəum mənasındadır. Yəni, tiyara təşəumdur. Təşəum, yəni qəlbdə olan pis zən. Təşəum, yəni qəlbdə olan pis zən. Həmin bu zənnin də səbəbi həqiqət olmayan boş şeylər. Yəni, həqiqət olmayan boş şeylərdən düzərən bir şey. Yəni, insan pis zənlər edir, lakin nədir bu zənnin səbəbi? Səbəb boş xəyallar, boş düşüncələr üzərində bina olub. Aydındır? Və daha asan ibarə ilə izah edim, hətta məsələ aydın olsun. Təşəum, yəni nə iləsə əlaqələndirmək. Aydındır? Nə iləsə əlaqələndirmək. Məsələn, nəsə görür və ya nəsə eşidir və ya nəyəsə nəzər salır, məkanla və ya zamanla bağlı fərq eləmir və başlayır bədbinliyə düşməyə, yəni uğursuzluq. Aydındır? Və başlayır tatayyur edir. Halbuki
Allah subhanahu və teala həmin onun gördükləri şeylərlə bədbinliyə düşmək arasında heç nə qoymayıb. Aydındır? Yəni onu buna səbəb etməyib. Yəni Allah Teala deməyib ki, kim belə şey görsə belə olacaq, belə şey görsə yaxşı olacaq, belə şey görsə pis olacaq. Hətta nə iləsə əlaqələndirəsən. Aydındır? Yəni onun bununla heç bir əlaqəsi yoxdur. Sadəcə qəlbinə düşən boş fikirlərlə batil zənnlərdir. Aydındır? Yəni uğursuzluq, bədbinlik, nəsə görür, əlaqələndirir, nəsə eşidir, əlaqələndirir. Yəni nə isə, nə ilənsə bağlamaq. Buna deyirlər təşəum. Aydındır? Yəni bizim bu mövzumuz sırf bu məsələ haqqında olacaq. Ona görə bütün dərsi dinləyən qardaşlara nəsihət edirəm ki, diqqətlə qulaq assınlar, hətta məsələlərin hər birini dəqiq başa düşə bilsinlər. Deməli, dedik ki, tatayyur təşəumdur. Lakin həmin bu tiyara sözünün əsli, yəni deyəndə ki, tatayyur, tiyara sözünün əsli qayıdır ərəblərdə olan bir əmələ. Yəni, qabaq ərəblər bədbinliyi, yəni uğursuzluğu bir çox şeylərlə bağlayırdılar. Yəni, əlaqələndirirdilər. Ən əsası isə quşlarda idi. Aydındır, tayır. Yəni, quş. Hətta adlarında belə təşəum edirdilər. Yəni, filan quş uçanda yaxşı olacaq, filan quş uçanda bədbinliyin əlamətidir. Yəni, ərəblərdə yəni, uğursuzluq, yəni onlar uğursuzluğu bir çox şeylərlə bağlayırdılar. Lakin ən çox baş verən quşlarda idi. Aydındır? Yəni, tiyara sözünün əsli qayıdır bu əmələ. Və həmçinin rənglərində edirdilər. Yəni, quşların rənglərində. Məsələn, qara rəngdə quş uçanda bədbinliyin əlaməti kimi qəbul edirdilər. Yəni, uğursuzluq. Və həmçinin quşları, məsələn, uçurdanda baxırdılar. Yəni, sağ tərəfə meyl etsə, yaxşılıq əlaməti idi. Sol tərəfə meyl etsə, bədbinlik əlaməti idi. Aydındır? Və həmçinin quşların səsləri ilə təşəum edirdilər. Və müxtəlif idi. Yəni, demək istədiyim odur ki, təşəum ərəblərdə var idi. Yəni, onlar bunu edirdilər. Lakin həmin bu əməl ki var, yəni onlar edirdilər, Allah subhanahu və teala Quran-ı Kərimdə bəyan edir ki, həmin bu tatayyur rəsulların düşmənlərinə mənsub idi. Yəni, bunu iman əhli eləmirdi. Aydındır? Yəni, heç bir peyğəmbər tatayyuru xəbər verməyib. Yəni, bu əməl iman əhlinin işi deyil. Rəsulların düşmənlərinin işidir. Necə ki, Allah subhanahu və teala xəbər verib ki, Fironun qövmü belə deyirdi. Həmçinin Ashabul Qariyə belə deyirdi. Həmçinin Səmud qövmü belə deyirdi. Və həmçinin cahiliyyə dövründə olan insanlar deyirdilər. Yəni, tatayyur onlara nisbət edilir. Yəni, bu işi onlar görürdülər. Və bunların hamısını danışacağım inşallah. İman əhli isə, yəni möminlər, Allah haqqında daima gözəl zəndə olublar. Yəni, Allah haqqında gözəl zəndə olanlar heç vaxt belə çirkinliyə düşməyiblər. Niyə? Çünki Allah haqqında zənnləri çox gözəl idi. Və həmçinin biz bilirik ki, dinimiz bizə bu əməli qadağan edib. Açıq aydın. Yəni, tatayyuru Peyğəmbər aleyhissalatu vesselam bizə qadağan edib. Buyurur ki, leysə minnə mən tatayyara əv tutuyyira ləhu. Yəni, kim bunu etsə, bizdən deyil. Subhanallah. Aydındır? Yəni, tatayyur iman əhlinin sifəti deyil. Yəni, onlar heç vaxt bunu etməzlər. Və biz keçən dərslərə danışdıq ki, bəzi
qəbilələr bu işə xüsusi maraq göstərirdilər. Və hətta xüsusi insanlar var idi ki, onlar bu işlə məşğul idilər. Yəni onlara arraf, yəni arrafçılar deyirdilər. Və bəzi insanlar da həmin belə adamların yanına gəlirdilər xəbər almaq üçün. Yəni işlərinin aqibətini öyrənmək üçün. Necə eləyim, necə edək? Yəni gəlirdilər onların yanına. Və tələb edirdilər ki, onlar üçün tatayyur etsinlər. Yəni bu sırf müəyyən adamlar var idi. Yəni o işlə məşğul olurdular. Və insanlar da gəlirdilər onun yanına, nə tələb edirdilər? Tatayyur etsin. Yəni quş uçursunlar və s. Yəni quş uçursunlar, misal üçün, və sonra nəticəni desinlər. Və bu da qərarını versin. Yəni evlənsin, yoxsa evlənməsin, səfərə getsin, yoxsa getməsin, ticarət etsin, yoxsa etməsin və belə. Aydındır? Və şək yoxdur ki, yəni şəriətimiz bizə bunları nəhy edib, qadağan edib. Aydındır? Ona görə də alimlər deyir ki, tatayyur şirkə düşmək üçün qapıdır. Tatayyur Allah haqqında suizənn etməkdir. Tatayyur təvəkkülün zəifliyidir. Tatayyur şeytanın Adəm övladına təsallut etməsidir. Tatayyur boş xəyaldan başqa bir şey deyil. Tatayyur sahibinə hüzündən başqa heç nə gətirmir. Aydındır? Yəni, tatayyur işi ilə məşğul olanların həyatı bekarçılıqdan, hüzündən, əziyyətdən başqa bir şey deyil. Bu əməl, yəni bu əmələ düçar olanlara fikir versəniz, hər şeydə nəsə tapırlar. Yəni, xof içindədirlər. Məsələn, evdən çıxır bayra, nəsə pis bir hadisə görəndə qayıdır evə. Və elə zənn edir ki, həmin gün işi düz gətirməyəcək. Və ya, məsələn, xoşuna gəlməyən bir şey görəndə təşəum edir. Nəsə qəribə səs eşidəndə təşəum edir. Yəni, tatayyur. Yəni, nəsə əlaqələndirir. Aydındır? Yəni, daima sıxıntı və aldanış içindədir. Yəni, xof içindədir adam. Lakin iman əhli, subhanallah, yəni onlar belə şeylərə məhəl qoymurlar. Yəni, onların qəlbləri Allaha bağlıdır. Rəbləri haqqında ən gözəl zənn ediblər. Ona görə müsəlman belə şeylərdə diqqətli olmalıdır və imkan verməməlidir ki, qəlbinə belə şeylər daxil olsun. Yəni, o qədər ciddi və diqqətli olmalıdır ki, şeytan vəsvəsə edib belə şeylərə salmasın. Yəni, belə zənnlərə, bu cür etiqadlara düşməyəsən. Xülasə demək istədiyim odur ki, tatayyur boş xəyaldan, vahm deyirlər buna, vəhmdən başqa bir şey deyil. Aydındır? Həqiqətə qalanda isə onun heç bir təsiri yoxdur. Yəni, şeytanın oyunundan başqa bir şey deyil. Tatayyur həqiqətdə heç bir şeydir, xəyaldır. Aydındır? Və şeytanın oyunundan başqa bir şey deyil. Ona görə hər bir müsəlman Allah haqqında təvəkkülünü gücləndirməli və dəqiq olaraq bilməlidir ki, xeyrin hamısı Allah təbaraka və tealənin əlindədir. Yəni, Allah qadirdir bir insana xeyr versin və həmçinin qadirdir bir insandan xeyri götürsün. Deməli, bunları biləndən sonra, yəni bu müqəddimə kimi qeyd elədim, hətta tatayyurun nə olmasını təsəvvür edəsən, mənasını biləsən və mövzumuzun da nədən getməsinə sənə kömək olsun ki, yəni mövzumuzu başa düşməyə sənə kömək olsun. Deməli, bunları biləndən sonra keçirik müəllifin bu bab, bu fəsil altında gətirdiyi ayə və hədislərə. Müəllif rahiməhullah bu bab fəsil altında ilk gətirdiyi ayə Əraf surəsinin 131-ci ayəsidir. Allah subhanahu və teala buyurur: Ələ innəmə tairuhum indəllah. Əslində onların
bədbinliyi, uğursuzluğu Allah yanındadır. وَلَكِنَّ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ Lakin onların çoxu bilmir. Deməli, bu ayə Fironun qövmünə aid olan ayədir. Fikir verin. Yəni, Fironun qövmünə rədd olan ayədir. Fironun qövmü neyniyirdi? Diqqətlə qulaq asın. Onlar nəsə bir pislik, yəni uğursuzluq, bədbinliklə üzləşəndə, yəni işləri düz getməyəndə, məsələn, yəni burada işlər, dünyavi işlərdən gedir söhbət, məsələn, yağış yağmır və az yağır, malları azalır və s. Bu kimi şeylər baş verəndə Musa ilə tatayyür edirdilər. Musa aleyhisselam. Yəni Musa peyğəmbərlə tatayyür edirdilər. Yəni deyirdilər ki, bunların hamısına səbəb Musa və onunla birlikdə olan möminlərdir. Subhanallah. Yəni bizim çətinliyimiz hamısı Musaya görədir. Görün, Allah subhanahu və teala ayənin əvvəlində, yəni ayənin əvvəlində, yəni bundan qabaq olan ayədə nə deyirlər? فَإِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ قَالُوا لَنَا هَذِهِ Subhanallah, fikir verin. Yəni onlara bir yaxşılıq, yəni bir həsənət, bir yaxşılıq üz verəndə nə deyirdilər? Bu bizə məxsusdur. قَالُوا لَنَا هَذِهِ Yəni bu bizdən oldu. Yəni bizə məxsusdur. وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ deməli وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ onlara bir pislik üz verdikdə neynirlər? Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayırdılar. Aydındır? Yəni deyirdilər ki, yaxşılıq olanda bizdəndir. Pislik olanda Musa və onunla, yəni Musa peyğəmbər və onunla birlikdə olanları uğursuzluq, yəni bədbinlik əlaməti sayırdılar. Allah subhanahu və teala görün nə deyir bu ayədən sonra, həmin müəllifin zikr etdiyi ayə. Onların bu iddiasını rədd edir. Rədd edərək buyurur ki, Ələ innəmə tairuhum indəllah Bilin və agah olun ki, onların uğursuzluğu Allah yanındadır. وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ Lakin onların əksəriyyəti bunu bilmir. وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ Yəni onların xəbəri yoxdur ki, Musaya gələn hər bir xeyr Allahdandır. Yəni bununla heç bir əlaqəsi yoxdur. Bu ayə haqqında, əziz qardaşlar, təfsir əhlinin izahı böyükdür. Yəni təfsirlər müxtəlifdir, yəni o mənada. Lakin haqqa daha yaxın olan budur ki, ayənin mənası budur ki, onların deməli, təşəum fikirləşdikləri, yəni onların məruz qaldıqları, yəni Musaya nisbət etdikləri hamısı qayıdır Allahın təqdirinə. Aydındır? Yəni onlar yəni o qövm başqa şeylərlə əlaqələndirirdilər. Həqiqətdə isə Allahın təqdiridir, yəni qədəridir. Aydındır? Yəni ələ innəmə tairuhum indəllah. Bilin və agah olun ki, yəni əslində həqiqətdə onların uğursuzluğu Allah yanındadır. Yəni Allahın təqdiridir. Yəni onlar başqa şeylərlə əlaqələndirdilər. Həqiqətdə isə Allah subhanahu və teala'nın təqdir etdiyidir. Və bu ayə bizim sırf mövzumuzla əlaqəlidir, yəni münasib ayədir. Yəni müəllif rahiməhullah bu ayəni ona görə zikr edib ki, yəni, bu fəsil altında demək istəyir ki, tatayyur min sıfəti a'dəir rusul. Tatayyur rəsulların düşmənlərinin sifətidir. Yəni o min xisalil müşrikin, yəni müşriklərin xislətidir. Yəni bunu onlar edirdilər. Yəni tatayyur, təşəum, bədbinlik, uğursuzluğu, nəysə nəyinə əlaqələndirmək hamısı rəsulların düşmənlərinin işidir. Aydındır? Yəni müəllif rahiməhullah bu ayəni gətirməklə bildirmək istəyir ki,
tatayyur təvhid əhlinin deyil, şirk əhlinin şənidir. Sonra müəllif başqa bir ayə zikr edir. Allah subhanahu və teala buyurur: "Qalu ta'irukum ma'akum a'in zukkirtum bəl antum qawmun musrifun." Rəsullar, elçilər dedilər ki, "Ta'irukum ma'akum", yəni sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd nəsihəti bəd əlamət sayırsınız? Həqiqətən siz həddi aşmış bir millətsiz. Və bu müəllifin gətirdiyi ikinci ayədir. Fikir verin. Həmçin bu ayə. Və burada fikir versəniz, yəni onlar tatayyuru rəsullara nisbət etdilər. Yəni qövm, insanlar tatayyuru kimə nisbət etdilər? Rəsullara. Ayənin əvvəlində fikir verin, görün nə deyirlər. Ayənin əvvəlində Allah subhanahu və teala buyurur: "Qalu inna tatayyarna bikum." Fikir verin. İnna tatayyarna bikum. Biz sizdə bəd əlamət gördük. Yəni sizlə tatayyur etdik. Subhanallah. Rəsulların qövmü Rəsula deyir. İnna tatayyarna bikum. Biz sizinlə tatayyur etdik. Yəni sizdə bəd əlamət gördük. Yəni uğursuzluğu onlara aid etdilər. Dedilər ki, bədbinlik hamısı sizdən gəlir. Baxın cavabında rəsullar, yəni elçilər, yəni necə rədd edirlər. Qalu, həmin bu müəllifin zikr etdiyi ayə. Qalu ta'irukum ma'akum. Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Əin zukkirtum, məgər sizə edilən öyüd nəsihəti bəd əlamət sayırsınız? Bəl əntum qavmun musrifun. Həqiqətən siz həddi aşmış millətsiz. Yəni rədd etdilər. Yəni onlara bildirmək istədilər ki, bizim həmin halla heç bir əlaqəmiz yoxdur. Həqiqətdə isə sizin başınıza gələnlər sizin özünüzdəndir. Fikir verin. Ta'irukum ma'akum. Yəni bədbinliyiniz, yəni uğursuzluq sizin ucbatınızdandır. Aydındır? Yəni bizim isə bununla heç bir əlaqəsi yoxdur. Yəni onlar buna, yəni onlar rəsullara nisbət edirlər, mənsub edirlər. Deyir, bəd əlamət sizdədir. Yəni biz sizdə bəd əlamət gördük. Amma rəsullar rədd edirlər. Aydındır? Sonra müəllif rahiməhullah bir hədis, yəni iki ayədən sonra bir hədis zikr edir. Əbu Hureyranın hədisidir. Peyğəmbər aleyhissalatu vesselam buyurur: "La adwa və la tiyara." Xəstəliyin yoluxması doğru deyil. Yəni yoxdur. Və la tiyara. İşin nəhs gətirməsi doğru deyil. Yəni həmin bu mövzumuza aid olan budur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm deməli tiyaranı inkar edir. La tiyara. Yəni tiyara yoxdur. Yəni işin nəhs gətirməsi, yəni bədbinlik, uğursuzluq, belə şey yoxdur. İnkar edir. Fikir verin. Və la həmətə və la safar. Həmçinin bayquşun nəhs quş olması doğru deyil. Həmçinin səfər ayının nəhs ay olması, yəni uğursuz, bəd ay olması düzgün deyil. Aydındır? Deməli, bu hədis, əziz qardaşlar, əzəmətli hədisdir. Bu hədisdə görün Allahın Rəsulu Muhammed aleyhissalatu vesselam nə deyir? La adva. Adva yoxdur. Yəni adva doğru deyil. Advanı inkar edir. Yəni adva, yəni xəstəliyin yoluxması, yəni keçməsi. O deyirləri xəstəlik keçicidir, keçdi. Və xəstəliyin yoluxması doğru deyil deyir. Nə deməkdir bu söz?
Yəni Allahın Rəsulu aleyhissalatu vesselam inkar edir. La adva. Bu yoxdur deyir. Yəni xəstə adamdan xəstəliyin sağlam adama keçməsi. Yəni adva bu deməkdir. Lakin nədir bu hədisin mənası, izahı? Bu hədisin izahı haqqında alimlər geniş bəhs ediblər. Yəni o mənada ki, Peyğəmbər aleyhissalatu vesselam bunu deməklə nə demək istəyib? Yəni muradı nə olub? Nə qəsd eləyib? Ümumiyyətlə xəstəliyin sağlam adama keçməsini inkar edir, yoxsa müşriklərin bu mövzuda olan etiqadını? Yəni hansını demək istəyib Peyğəmbər sallallahu aleyhi və səlləm? Bu barədə alimlər geniş bəhs ediblər. Fihi bəhthun tavil. Lakin məsələnin təhqiqi budur ki, Peyğəmbər aleyhissalatu vesselam ikincini qəsd edib. Yəni xəstəliyin müəyyən səbəblərlə sağlam adama keçməsini qəsd etməyib. Aydındır və biz bilirik ki, bu hal mövcud olan haldır. Yəni sağlam adamın xəstəliyə yoluxan bir xəstənin yanında otursa, yəni ünsiyyətləri olsa, ola bilər ki, həmin xəstəlik sağlam adama keçsin. Aydındır? Yəni bir insan yoluxub hər hansı bir xəstəliyə, xəstələnib, məruz qalıb. Sağlam adam gəlir, oturur onun yanında. Ünsiyyətdə olur, salamlaşırlar və s. Yəni ünsiyyət olur və ola bilər ki, bu ünsiyyət səbəbi ilə xəstənin xəstəlik keçsin sağlam adama. Yəni Allahın Rəsulu aleyhissalatu vesselam bunu inkar etmir. Aydındır? Yəni advanın olması, yəni bu halın baş verməsi faktdır. Yəni bu danılmazdır. Aydındır? Lakin burada bir məsələyə fikir verin. Adva olur səbəblə. Yəni xəstəlik keçir. Xəstə adamdan xəstəlik sağlam adama keçir, lakin səbəblə. Nədir səbəb? Səbəb, yəni xəstəni gətirirsən sağlam adamın yanına və onunla ünsiyyətdə olur. Və bu səbəblə xəstəlik keçə bilir. Aydındır? Yəni səbəblərlə keçməsi mümkündür. Yəni Peyğəmbər aleyhissalatu vesselam bunu inkar etmir. Aydındır? Bəs yaxşı, nədir inkar olunan? Nəyi inkar edir? Allahın Rəsulu aleyhissalatu vesselam deyəndə ki, la adva, yəni xəstəliyin yoluxması doğru deyil. Yəni bunu deməklə nə demək istəyib? Yəni inkar edir axı. Nədir inkar olunan? İnkar olunan səbəbsiz keçməsidir. Yəni cahilliyi, daha doğrusu cahiliyyə dövründə olan insanlar etiqad edirdilər ki, adva, yəni həmin xəstəliyin yoluxması, yəni bu adlanır adva, adva özü özlüyündə təsir edir. Yəni advanın səbəb olmadan belə təsiri var. Aydındır? Yəni Allahın izni olmadan özü özlüyündə təsir edə bilir. Aydındır? Bu cahiliyyə dövründə olan insanların etiqadı idi. Yəni bu inancları idi. Bax bu etiqad batil etiqaddır. Yəni məsələnin təhqiqi budur ki, Peyğəmbər aleyhissalatu vesselam bunu inkar edir. Yəni deyəndə ki, la adva, bunu qəsd edib. Niyə? Yəni bunu hardan cəm eləmişik? Yəni məsələnin təhqiqi nəyə görə bu yerdədir? Bizim əlimizdə başqa bir hədis var. Diqqətlə qulaq asın. Səhih hədisdir. Peyğəmbər aleyhissalatu vesselam buyurur: "Ferru minəl məczum firarəkə minəl əsəd." Məczumdan
uzaq durun, qaçın şirdən qaçdığınız kimi. Məczum, yəni cüzəm xəstəliyinə yoluxan insan. Yəni cüzəm xəstəliyinə yoluxan insandan uzaq durun, şirdən uzaq durduğunuz kimi. Yəni ondan qaçdığınız kimi bundan da qaçın. Yəni bu xəstəlik ola bilər ki, ünsiyyət səbəbi ilə keçsin. Ona görə də buyurur ki, o xəstəliyə yoluxan insandan uzaq dayanın. Başqa bir hədisdə Peyğəmbər aleyhissalatu vesselam buyurur ki, o yerdə ki, taun xəstəliyi yayılıb, oradan çıxın. Yəni əmr edir. O yerdən çıxmağı əmr edir. Aydındır? Və sahib bu kimi digər hədislər, yəni buna oxşar hədislər dəlalət edir ki, xəstəlik keçə bilir. Deməli, xülasə, Allahın Rəsulu aleyhissalatu vesselam deyəndə ki, la adva, xəstəliyin yoluxması doğru deyil, yəni doğru deyil o mənada ki, özü özlüyündə Allahın izni olmadan keçməsi doğru deyil. Necə ki, bunu müşriklər etiqad edirdilər. Aydındır? Yəni, xəstəlik özü özlüyündə keçmir. Xəstəlik keçir səbəblə. Yəni, Allah təbaraka və teala hər bir şeydə səbəb qoyub. Məsələn, zəhər içsən, öləcəksən. Və ölməyinə səbəb zəhərin içilməsidir. Yəni, səbəb zəhər oldu. Amma öldürən Allahdır. Aydındır? Məsələn, oda yaxınlaşsan, yanacaqsan. Oddur. Deməli, oda yaxınlaşmaq yanmağa səbəbdir. Yəni, bu sadəcə mücərrad səbəbdir. Aydındır? Yəni, Allah təbaraka və teala hər bir şeyi səbəbə bağlayıb. Həmçinin də bu. Aydındır? Yəni, Allah təbaraka və teala xəstəliyin keçməsini səbəbə bağlayıb. Yəni, hər kim xəstə adamla ünsiyyətdə olsa, sağlam adama xəstəlik keçə bilər. Aydındır? Məsələn, yəni, ola bilər ki, yəni, kişinin, məsələn, zövcəsi xəstələnsin evdə. Və bunlar ünsiyyətdə olurlar, yəni evdə bir yerdə otururlar, dururlar, yəni ünsiyyətdə olurlar, yəni bir yerdə yeyirlər və s. Yəni, ola bilər ki, həmin bu cür ünsiyyətdə olmaq səbəb olsun, kişi də xəstələnsin. Yəni, xəstəlik keçsin ona. Aydındır? Xülasə odur ki, bu məsələ, yəni xəstəliyin keçməsi danılmazdır. Yəni, ola bilməz ki, şəriətimiz gəlsin və belə şeylərin olmasını inkar etsin. Hansı ki, bu məsələlər fakt, yəni görünən, vaqi olan bir haldır. Yəni, bu müşahidə olunur. Aydındır? Ona görə burada qayda kimi əzbərlə. Ola bilməz ki, şəriətimiz vaqi, yəni müşahidə olunan bir şeyi inkar etsin. Ona görə də iman əhli iki şey cəm edir. Diqqətlə fikir verin. İman əhli iki şey cəm edir. Səbəbləri isbat edir və həmçinin bununla yanaşı Allahın izninin olmasını isbat edir. Yəni, səbəblə Allahın izni ilə baş verir. Həm səbəb, həm də Allahın izni olmaqla baş verir. Aydındır? Deməli, bununla da bilindi ki, yəni bu xülasədir, Allahın Rəsulu aleyhissalatu vesselam deyəndə ki, adva yoxdur, burada murad, burada qəsdi cahillərin etiqadı olan məsələni inkar etməkdir. Və bunu bildikdən sonra burada başqa bir məsələ var və bu məsələ çox ciddi və dəqiq olan bir məsələdir. Biz dedik ki, adva yoxdur. Və dedik ki, yox olan hansıdır? Yəni, inkar olan hansıdır? Bunu bildik. Və dedik ki, səbəblə keçməsi
Ola bilir. Yəni, ola bilsin ki, ünsiyyət səbəbi ilə xəstəlik keçə bilsin, bu inkar olunmur, bu danılmazdır, bu həqiqətdir. Yəni, bu müşahidə olunur və şəriətimiz bunu demək istəməyib. Deməli, bunu bildikdən sonra burada bir məsələ var. Biri deyə bilər ki, səhabələrdən varid olub ki, bəzi səhabələr cüzəm xəstəliyinə yoluxan insanlarla oturub bir yerdə yemək yiyirdilər. Və onlara xəstəlik keçmirdi. Necə olur bu? Aydındır? Cavab. Və cavab odur ki, bizdə belə bir şey var. Səbəbin qarşısına maneə çıxarsa, həmin səbəb yox olur və ya zəifləyir. Aydındır? Nə deməkdir bu söz? Və izah edirəm, aydın olacaq inşallah. Deməli, məsələn, bir insan xəstədir və sən onun yanındasan. Lakin həmin xəstəliyin sənə keçməsinə mane olan səbəb götürmüsən. Məsələn, ağzını örtmüsən. Yəni, ağzını bağlamısan ki, onun nəfəsi sənə keçməsin və s. Aydındır? Yəni, səbəbin qarşısına maneə çıxarsa, həmin səbəb yox olur və ya zəifləyir. Həmçinin, diqqətlə qulaq asın, əgər bir insanın qəlbində Allaha təvəkkülü böyük olarsa, həmin bu təvəkkül maniyələrdən biri olacaq ki, həmin xəstəlik sənə keçməsin. Aydındır? Deməli, səhabələrin onlarla oturması bu anlamdadır. Yəni, oturmasının izahı budur ki, onlara məsləhət var idi deyə otururdular. Yəni, həmin xəstələrlə, misal üçün, sahabələr oturublar, məsləhət var idi. Yəni, oturmalıydılar, zərurət idi. Lakin bununla yanaşı Allaha təvəkkülləri o qədər böyük idi ki, həmin xəstəlik onlara keçmirdi. Yəni, səbəbin təsiri ibtal olurdu, batil olurdu. Aydındır? Ona görə deyirik ki, yəni, əgər sənin bir xəstə ilə, yəni xəstəliyə yoluxan bir adamla görüşməyə və ehtiyac varsa, yəni görüşmək məcburiyyətində qalsan, məsələn, evdə, misal üçün, zövcə xəstələnib, ər-arvad arasında və s. misal üçün, evdə uşaqlardır, övladlar və sən bu evdəsən, sən girib çıxmalısan evə, yəni onlardan ünsiyyətdə olmalısan, yəni belə bir məcburiyyətdəsənsə, qəlbində Allaha təvəkkülün böyük olsa, bu təvəkkül maniyə olacaq ki, xəstəlik sənə keçməsin. Yəni, Allahın rəhməti ilə həmin səbəb yox olacaq. Aydındır? Lakin baş versə də, və burada Allah subhanahu və tealənin öz hikməti var. Deməli, bunu da biləndən sonra keçirik hədisin digər hissəsinə. Peyğəmbər sallallahu aleyhi və sələm buyurur, وَلَا طِيَرَا Tiyara doğru deyil. Tiyara doğru deyil. Yəni, hədisin birinci hissəsini danışdıq. Lə ədva xəstəlik yoluxması, yəni keçinmək doğru deyil. İkinci sözü də, yəni hədisin ikinci hissəsi budur. Lə ədva və lə tiyara. Tiyara da doğru deyil. Və hədisin bu yeri bizə lazım olan yeridir. Çünki mövzumuz tatayyurdur. Məhz hədisin bu hissəsinə görə müəllif mövzumuzla əlaqəli bu fəsildə zikr edib. Aydındır? Deməli, Peyğəmbər sallallahu aleyhi və sələm buyurur, وَلَا تِيَرَا Burada lə sözü, lə, fikir verin, وَلَا تِيَرَا Lə sözü inkar ləsidir, yoxsa nəhi. Yəni, var nəfi ləsi, var nəhi ləsi. Biri inkar, biri nəhi. Bu barədə alimlər ixtilaf ediblər. Lakin haqqa daha yaxın olan budur ki, vələ, Peyğəmbər aleyhissalatu vesselam deyəndə vələ, yəni lə inkar edəndə, lə burada inkar ləsidir. Çünki inkar ləsi həm qadağanı
daşıyır, həm də əlavəni. Aydındır? Əlavə yəni bu şeyin həqiqəti yoxdur. Və lə tiyara. Yəni inkar ləsi daha əblağdır, daha genişdir. Aydındır? Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu da inkar edir. Yəni, tiyara, yəni bir işin nəhs gətirməsi yoxdur. Yəni, bədbinlik, uğursuzluq yoxdur. Bu məqamda mühüm bir məsələni qeyd edəcəm. Bu çox mühüm bir məsələdir və ona görə də xahiş edirəm ki, diqqətlə qulaq asın, hətta heç kimə qaranlıq qalmasın. Deməli, biz dedik ki, Peyğəmbər aleyhissalatu vesselam inkar edir. Nə inkar edir? Bədbinliyi, uğursuzluğu, yəni düşər düşməməzliyi. Hansı sözünlə inkar edir? Və lə tiyara. Tiyara yoxdur. Və lə inkardır. Deyir ki, və lə tiyara. Yəni, bir işin nəhs gətirməsini inkar etdi. Yoxdur, deyir. Bunu biləndən sonra bir məsələ çıxır ortaya. Hədislərin birində, və bu səhih hədisdir, Allahın Rəsulu aleyhissalatu vesselam deyir ki, əş-şuum fi thələtə. Uğursuzluq 3 şeydədir. Fikir verin. Digər bir rivayətdə deyir ki, İn kənəş-şuum fi şeyin fə fi thələtə. Uğursuzluq varsa 3 şeydədir. Fə fiddar, evdə, vəl-mər'a, zövcədə, yəni qadında, vəl-fəras, və atda, mini at. Və bir digər bir rivayətdə fə fiddəbbə, minidə. Yəni uğursuzluq bu 3 şeydədir. Ev, qadın, mini. Bu hədisə necə cavab veririk? Nədir bu hədisin izahı? Çünki bir hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm inkar edir ki, tiyara yoxdur. Yəni bir işin nəs gətirməsi, bədbinlik, uğursuzluq yoxdur. İnkar edir. Və burada deyir ki, əş-şuum fi thələtə. Uğursuzluq 3 şeydədir. İzah. Nədir bunun cavabı? Cavab budur ki, hədis şək yoxdur ki, səhih hədisdir. İbn Ömarın hədisidir, İmam Buxari və Müslim rivayət edib. Deməli, biz yuxarıda, yəni biraz öncə keçən dəlillərə əsasən dedik ki, təşəum yoxdur. Və bu barədə ətraflı danışdıq. Lakin bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm 3 şeydə olmasını ispat edir. Yəni uğursuzluq 3 şeydə var. Mini, ev, bir də qadın. İzah odur ki, bu barədə alimlər ixtilaf ediblər. Yəni alimlərin sözlərinə baxırsan, görürsən ki, məsələ haqqında ixtilaf var. Və alimlərin sözlərini cəm edəndən sonra görürsən ki, onların sözləri 2 rəydən kənara çıxmır. 2 rəy var. Bir rəydə olanlar deyiblər ki, bu hədis nəsx olub. Bu hədis nəsx olub. Aydındır? Və ikinci rəy odur ki, yəni ikinci rəydə olan alimlər deyiblər ki, hədislər cəm olmalıdır. Aydındır? Yəni hədisləri cəm etmək lazımdır. Birinci rəy deyənlər deyiblər ki, vələ tiyara. Sözü, yəni tiyara yoxdur. Bu söz hədisi təşəum 3 şeydədir. Hədisini nəsx edib. Yəni, birinci rəy sahibləri deyiblər ki, hədis, yəni təşəum 3 şeydədir, hədisi var. Bu hədis nəsx olunub. Hansı hədislə? Vələ tiyara. Bədbinlik, uğursuzluq yoxdur. Yəni bu hədis bunu nəsx edib.
Lakin bu rəy deyənlər, yəni deyənlər ki, nəsx olunub, bu rəy güclü rəy sayılmır. Dəif, yəni zəifdir, özü də olduqcan. Aydındır? Yəni bu rəyə meyl etmək olmaz. Heç bu rəyə baxmırsan. Yəni o tərəfə meyl salmırsan, çünki zəifdir. Nəsx demək zəifdir və indi izah edəcəm ki, nəyə görə? Nəsx rəyi zəifdir. Aydındır? Deməli, məsələni təhqiq edəndən sonra görürsən ki, məsələ nə yerdədir? Deməli, nəsx rəyi ona görə zəifdir ki, bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Lə adva və lə tiyara və şuum fi thələthə. Subhanallah. Adva yoxdur, tiyara yoxdur, uğursuzluq isə 3 şeydədir. Yəni bir hədisdə ikisi də qeyd olunur. Allahu Akbar. Aydındır? Bir hədisdir və ikisi də var. Lə adva və lə tiyara, yəni xəstəliyin yoluxması doğru deyil, uğursuzluq doğru deyil və şuum fi thələthə. Və 3 şeydə uğursuzluq var. Yəni bir hədisdə ikisi də qeyd olunur. Yəni ola bilməz ki, bir hədisdə həm nəsx olsun, həm də mənsux. Ona görə də deyirik ki, nəsx söhbəti zəifdir. Və əlimizdə qaldı ikinci rəy. Və güclü olan ikinci rəydir. İkinci rəy nə idi? Hədislər cəm olmalıdır. Yəni cəm etməlisən hədisləri. Aydındır? Həmin bu cəm məsələsində alimlər müxtəlif izahlar veriblər. Yəni əqvallar çoxdur. Lakin Allahu ələm, haqqa daha yaxın olanı budur ki, Peyğəmbər aleyhissalatu vesselam hədisdə təşəumu deyil, şuumu deyib. Diqqətlə qulaq asın. Və sonda aydın olacaq inşallah. Yəni təşəum, bununla şuum arasında fərq var. Yəni bizim əlimizdə iki şey var. Təşəum və şuum. Təşəum olmaz. Çünki hədisdə açıq aydın Peyğəmbər sallallahu aleyhi və səlləm inkar edib. Və yuxarıda qeyd olunan hədislər hamısı sübutdur ki, təşəum olmaz. Yəni uğursuzluq, bədbinlik, yəni bir işin nəhs gətirməsi, yəni hamısı hansı ki qeyd etdik, yəni əlaqələndirmək, yəni bunlar hamısı təşəum adlanır və bunlar olmaz. Lakin burada başqa bir şey var. O da şuumdur. Şuum. Və şuumu inkar etmək olmaz. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm 3 şeydə şuumun olmasını ispat edib. Fikir verin. Və şuum fi thələthə. Şuum 3 şeydədir. Yəni demir təşəum. Deyir şuum. Deməli təşəum ayrı şeydir, şuum ayrı şeydir. Təşəum inkar edilib. İnkar edib Peyğəmbər sallallahu aleyhi və səlləm və o hədisləri qeyd etdi. Lakin şuum başqa şeydir. Sual, nədir şuum? Lüğət kitablarına baxanda görürük ki, şuum şər deməkdir. Şər. Aydındır? Deməli, nəticə Peyğəmbər aleyhissalatu vesselam deyəndə ki, əş-şuum fi thələthə. Şuum 3 şeydədir, yəni şər 3 şeydədir. Deməli, iş belə olduğu halda hədisin mənası nə olur? Yəni, mənanı izah etməmişdən qabaq xatırladım ki, diqqətlə qulaq asın. Allah subhanahu və teala xeyirlər üçün səbəblər qoyub və həmçinin şərlər üçün səbəblər qoyub. Şərrin ən mühüm səbəbləri isə həmin bu 3 şeydədir. Yəni, şər işlərə səbəblər çoxdur. Lakin hədis bizə bildirir ki, əksər halda şər bu 3 şeydə olur. Yəni, şər, həmçinin çətinliklər, sıxıntılar, adətən bu 3 şeydə olur. Nəyə görə
Nəyə görə? Çünki insan əksər hallarda bu üç şeydən ayrılmır. Yəni zövcədən, evdən, minikdən. Aydındır? Deməli, bunları bildikdən sonra hədisin mənası üzə çıxır. Zahir olur. Aydındır? Yəni, insana ən yaxın olan şeylər bunlardır. Ola bilər ki, insan bu üç şey səbəbi ilə imtihan olunsun. Məsələn, zövcə. Ola bilər ki, bir kişinin zövcəsi pis əxlaq sahibi olsun. Yəni, yaxşı əxlaqı olmasın. Və bu səbəblə kişi şərrə məruz qalsın. Düşsün şərrə, sıxıntıya, aydındır və həyatı korlansın. Həmçinin ev, həmçinin mini, aydındır. Yəni, ola bilərsən elə bir evdə olursan ki, qonşun şərli insandır, pisdir və sən o səbəbi ilə həyatda sıxıntılar çəkirsən, düşmüsən şərrə, bəlaya, imtihana, aydındır, ev səbəbi ilə, yəni o evdə qalmağın ilə, yəni ev sənin üçün şərdir. Evdə yaşamağın səbəbi ilə şərlər doğur, şərlərlə üzləşirsən. Həmçinin mini və həmçinin zövcə. Aydındır? Deməli, bununla da bildik ki, hədis təşəumdan deyil, şuumdan söhbət edir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, əş-şuum fi thələthə, uğursuzluq, yəni şuum üç şeydədir. Şuum yəni şər üç şeydədir. Aydındır, yəni söhbət təşəumdan deyil, şuumdan gedir. Və bunu bildikdən sonra deməli, müəllif yəni hədisin digər hissələri var. وَلَا هَامَةَ deyir. Həmçinin وَلَا safar. Və bu hədisin bu yerini inşallah gələn dərsimizdə, yəni növbəti dərsimizdə, yəni bu dərsin davamı kimi inşallah 31-ci dərsdə götürərik. Və Allah subhanahu və teala'dan istəyirəm ki, dinləyənlər üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.